Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Hasan İzadə kanalında sizi yenidən xoş gördük. Mən Samir Bəşirli. Bu günlər sizə Dövlət İmtahan Mərkəzi tərəfindən çap olunmuş 20 sınaq vəsaitinin ikinci sınağı, üçüncü qruplar üzrə ikinci sınağı testlərinin izahını verəcəm. Videoya keçməmişdən qabaq onu da bildirim ki, bizim kanalda hər ikinci və dördüncü günlər 2, 4, 5 çalışacağıq ki, həftədə 3 dəfə olsun. Bu sınaqların izahlarını verəcəyik. Həm ikinci, həm də üçüncü qrupların sınaqlarının izahlarını verəcəyik. Və düşünürük ki, imtahana 1-2 ay qalmış müddətdə bu sizin üçün əla şansdır. Ona görə də bu şansdan istifadə edin. Belə videoların daha çox gəlməyini istəyirsinizsə, kanala like düyməsini sıxın, abunə olun və həmçinin açıqlama hissəsində qeyd elədiyimiz Telegram kanalına keçid edərək bu testləri endirib işləyə bilərsiniz. Beləliklə, keçək testlərə. Birinci sual. Səbəb nəticə əlaqələrinin pozulduğu bəndi müəyyən edin. Biraz yaxınlaşdırın. Deməli, baxırıq. Şirvanşah Huşəngin üsyan nəticəsində öldürülməsi, Dərbəndilər sülaləsinin Şirvanda hakimiyyətə gəlməsi. Bəli, Huşəng öldürülür ki, ondan sonra Dərbəndilər hakimiyyətə gəlir. Deməli, bu düzdür. Qızıl Ordu hökmdarı Canı Bəyin Təbrizə gəlməsi Hülakülər dövlətinin süquta uğraması. Bəli, tamamilə doğrudur. 1357-də Canı bəy gəlir, əhalinin çağırışı ilə gəlir və orada həm çobanların hakimiyyətinə son qoyur, həm də beləliklə Elxanilərə də son qoyur. Teymuri şahzadələr arasında çəkişmələrin güclənməsi Cahan Şahın İranın mərkəzi və şərq əyalətlərini ələ keçirməsi tamamilə doğrudur. Baharlı sülaləsinin son nümayəndəsi Həsən Əlinin hakimiyyətdən uzaqlaşdırılması, Bayandurlu sülaləsinin hakimiyyətə gəlməsi. Bəli, 1468-də bu baş verib. Otluqbeyli döyüşünün baş verməsi nəticəsi Osmanlı qoşunun Azərbaycan şəhərlərinə daxil olması. Xeyr, Otluqbeyli döyüşündə düzdür ki, Osmanlı qalib gəlir. Lakin o Azərbaycana doğru irəliləmək fikrindən daşınır. Ona görə də cavab orada Y idi. 2. Uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. Biraz bunu uzaqlaşdıraq. Aha. Şirvanşahlar dövləti 3-cü Məniçöhür və 1-ci Axistan. Şirvanşahlar dövləti 3-cü Məniçöhür və 1-ci Axistan. Deməli, İraq Səlcuq sultanı Mahmudun yürüşünə məruz qalması. Bəli, 1122-ci ildə 3-cü Məniçöhür Səlcuqlarla ittifaqı pozduğuna görə 1123-də Sultan Mahmud ora yürüş edir və Kür döyüşü baş verir. Deməli, burada A düz götürürük. Bizdən düzü soruşurdu mu? Düzü soruşurdu deyəsən. Uyğunluğu soruşurdu. Bəli, uyğunluğu soruşduğuna görə elə A-nı götürürük bir də. Bir də A-nı götürürük. Bir də A olmayan bütün variantları, yəni bu ortadakı bütün variantları silirik. Düzdürmü? İndi B-yə baxmaqla cavab tapacağam. Dərbəndilər surəsinin təmsilçisi olması xeyr, bu kəsranilərdən idi. Ona görə bu da çıxdı. Cavab nə qaldı bizdə? Y bəndi qaldı. Y bəndi. Heç o birisinə baxmağa ehtiyac yoxdur, amma yenə baxa bilərik. Birinci Axistan, bəli, paytaxtı zəlzələ nəticəsində Bakıya köçürmüşdür. Bu düzdür. Sonra növbəti. Üçüncüyə gəlirik. Bir dəqiqə. Üçüncü. Aha. Nə deyir burada? 15-ci əsrdə Azərbaycanda istehsal edilən məhsula görə alınan və əsas olan suvarma suyundan istifadəyə görə kəndlərdən alınan və maldarların otlaqdan istifadəyə görə ödədikləri vergi növlərinin cədvəldə düzgün əks olunduğu sətri. Deməli, burada nə soruşur? 15-ci əsrdə məhsula görə alınan vergi hansıdır? Mal cəhət. Elə əslində cavabı tapdıq da. Nədir cavab? Yəni cavab Y-dir. Çünki başqa da cavab burada yoxdur. Başqa bir variantda da yoxdur. Yəni birinci nə gəlir burada? Bax belə testlərdə birinci gələn, ikinci gələn, üçüncü gələn. Birinci gəlir məhsula görə alınan vergi. Deməli sən də burada məhsula görə alınan vergini tapmalısan. Elə mal cəhətdir. Heç o birlərə baxmağa ehtiyac yoxdur. Zaten bəhrə suya görə alınırdı. Çoban bəy də e, yəni malqaranın otlağa görə maldarların otlağa görə ödədikləri vergi idi. Aha. 4. 4-də nə deyir? Verilənlər arasında hansı dövlətə aid məlumat yoxdur? Deməli, paytaxtları Marağa, Təbriz, Sultaniyə olmuşdur. Ərazisində 11-ci əsrin 20-ci illərində Oğuzlar məskunlaşmışdır. Slavyanların 944-də Bərdəyə qarətçi yürüşü və 11-ci əsrin 60-cı illəri Alanların hücumu. Aha, deməli, bax, Hülakülər hansına aiddir bunlardan? A, bura aiddir. Sacilər. Sacirlərə aid burada heç bir məlumat yoxdur. Əslində elə cavab B-dir burada. Çünki o birlər hamısı hərəsi birinə aiddir. Məsələn, rəvvadilərə aiddir B. Bu aiddir rəvvadilərə.
Sonra Şəddadilərə aiddir bu. Salarilərə də aiddir bu. Deməli, burada B-yə aid məlumat yoxdur. Cavab elə B-dir burada. Sonra 5-ciyə baxırıq. 5-ciyə baxırıq bir dəqiqə. 5-ci suala baxırıq. Deməli, Hülakülər dövlətinin mövcudluğu dövrünə uyğun gəlir. Hülakülər dövlətinin. Deməli, Hülakülər dövləti neçənci illərdədir? Gəlin birinci onu yazaq. 1258-dən Monqolların 3-cü yürüşü nəticəsində yaranıb. 1357-yə qədər. Əmir Teymurun Terik çayı sahilindəki döyüşü 1395 bu uyğun gəlmədi. Çormağun Noyon bu ondan qabaq idi da 1231-ci ildə idi. Bu da uyğun gəlmədi. Əlincə qalasının Əmir Teymur tərəfindən tutulması. Əmir Teymur sözü gördüksə bunu çıxırıq. Subuta ilə Cəbə bu da uyğun gəlmədi. Amma Olcay Toxudabəndə yəni bu mərkəzi hakimiyyəti daha da qüvvətləndirməsi bəli bu uyğun gəlir. 5-7 Hülakülərin dövrü. Sonra gəlir 6. Hadisələrdən hansıların yerləri dəyişdirilərsə, Şirvanşahlar dövlətinə aid xronoloji ardıcıllıq düzgün olar. Şirvanşah 1-ci Fəribürzün Səlcuq sultanının ali hakimiyyətini qəbul etməsi. Bu 1066-cı il. Mütləq belə testlərdə hamısına baxırıq, tələsmirik. Şirvanşahların paytaxtının Şamaxıya köçürülməsi. Bu 918-ci ildir. Şeyx İbrahimin Şirvanşahı elan olunması. Bu neçənci ildir? 1382. Birinci İbrahimin Təbrizə daxil olması 1406. İbrahimin Qara Yusifə məğlub olması 1412. Vəssalam, bütün hamısını yazandan sonra biz görürük ki, 1 ilə 2-nin yerini dəyişsək, yəni A variantı düzgün cavabdır. Sonra getdik Y variantına. Y variantında nədir? Bir dənə bunları silim. Memarlıq abidələrin inşa edilməsinin deməli xronoloji ardıcıllığını müəyyən edin. Bərdə türbəsi 1314, Naxçıvandakı Əlincə qalası bu deməli 9-11-ci əsrlər, Marağadakı Göygünbəz türbəsi, Göygünbəz, Üçgünbəz bu türbələr, günbəz türbələri 12-ci əsrdir. Təbrizdə Qeysəriyyə bazarı bu 15-ci əsr. Deməli ən sonda olacaq 4, ən birinci olacaq 2. Elə variantımızda bir dənə A-dadır. Cavab A-dır burada. Sonra növbəti Hülakülər dövlətinin 14-cü əsr tarixinə aiddir. Bu testdə yaman çox Hülakülərə aid suallar düşüb. Nədir burada? Məhəmməd Olcu Aytunun hakimiyyətə gəlməsi. Məhəmməd Olcu Aytu düzdür, 14-cü əsrdə hakimiyyətə gəlib. Cavab elə biri götürürük, bir olmayanları buradan çıxırıq. Bax, bir olmayanları çıxdım. Dərhal. Sonra nə deyir? Deyir ki, dövlətin yaranması bu 13-cü əsrdədir. 2 olanı çıxıram. Zaten heç 2 yox idi burada. Heç baxmağa ehtiyac yoxdur. 3-ə də baxmağa ehtiyac yoxdur. Yəni variantlarla işləməyə həmişə çalışın. 3-ə də baxmağa ehtiyac yoxdur. Bu 2-ni buradan çıxmışam. Və 4-ə baxıram. Qızıl Ordu dövləti ilə mübarizənin başlanması. Başlanması 13-cü əsrdədir. Elə Hülaki dövləti yaranandan az sonradır. Ona görə nə qaldı bizdə? Y variantı qaldı. 1, 3, 5. Yəni Əmir Çoban dövləti idarə etməsi, Qazan xanın fərmanına görə kəndlərin bir yerdən başqa yerə köçürülməsi, bəli, 1303-cü il 14-cü əsrə düşür. Sonra gəldik 9, daha gec olmuşdur, daha gec. Şeyx Üveysin Şirvanşahları özünə tabe etməsi 1367. Mütləq belə testlərdə qabağından illəri yazmaq lazımdır. 1367. Gəncədə Usta Bəndərin başçılığı ilə üsyan 1231. Aksunqurilərin süqut etməsi 1227. Monqollar tərəfindən Azərbaycanın işğalının başa çatdırılması deyirsə 1239. Birinci İbrahimin Təbrizə daxil olması bu da 1406. Deməli elə ən sonda olan budur. Daha gec ən sonda olan deməkdir. O da cavab Y gəlir. Sonra gəldik 10. Hülakülər dövlətinin 13-14-cü əsrlər tarixində baş vermiş oxşar hadisələr. Oxşar hadisələr deyir. Nədir burada? Deməli, Osmanlı dövləti ilə toqquşmalar. 14-cü əsrdə Hülakülər Osmanlı yox, üzr istəyirəm, Osmanlı yox, onlar adını siz deyin, Səlcuq dövləti ilə toqquşublar, Rum Səlcuq. Yəni bir səhvdir, bir konkret səhvdir, üzr istəyirəm. Qazan xan Rum Səlcuq sultanlığı ilə toqquşub. 1302-ci ildə ora hücum edib, elə onun hücumu da Rum Səlcuq sultanlığının süqutunu sürətləndirir. Lakin Osmanlı dövləti ilə toqquşmayıb, səhvdir. Qızıl Ordu dövləti ilə mübarizə aparılması. Bəli, bax budur cavab. Deməli onda bunu çıxdıq buradan. 2 olanlara baxıram.
Azərbaycan torpaqlarında hökmranlıq etməsi. Bəli, cavab budur. Bir də bir şey deyim. Hülakülər əslinə qalsa elə bizim dövlətimizdir. Kitablarda götürmürlər. Amma o dövlətin qurucuları və o dövlətdə hakim tayfalar elə Azərbaycanda sonradan onun həyatında mühüm iştirak eləmiş tayfalardır. Yəni budur. 11. 11-də nə deyir bizdə? Deyir ki, hadisə nəticə əlaqələrinin doğru göstərildiyi cavab. Cəlaləddinin təyin etdiyi canişinlərin Azərbaycanı talaması 1231-ci ildə sənətkar Bəndərin başçılıq etdiyi Gəncə üsyanının baş verməsi. Bir düzdür, bir düzdür. Dərhal neyinirik? Bir olmayanları çıxırıq. Yəni, deyinən beyni çıxdıq, qaldı bunlar. Sonra, Qızıl Ordu hökmdarı Canı bəyin Təbrizə gəlməsi Hülakülər dövlətinin varlığının sona çatması. Bu da düzdür. Deməli, cavab nə olur orada? A bəndi. A bəndi olur orada cavab. Sonra 12-yə baxaq. 12. Nə deyir 12-də? 15-ci əsrdə hakimiyyətdə olmuş Ağqoyunlu hökmdarı Şeyx Heydərin öldürüldüyü döyüşdə iştirak etmişdir. Söhbət kimdən gedir? Şeyx Heydərin də öldürüldüyü döyüşdə iştirak edən Sultan Yaqubdur. Atasının Şirvanla dostluq siyasətini davam elətdirib. Bəli, düzdür. 1. Əpər sazişinin imzalanmasında iştirak edib. Xeyr, səhvdir. 2-ni çıxdıq. 1-3 ya da 1-4-ə baxırıq onsuz da. Digər hökmdarlarla müqayisədə daha çox soyurqal paylamışdır. Xeyr, bu Rüstəmdir. Hakimiyyəti dövründə ölkə daxilində nisbi sabitlik hökm sürüb. Bəli, bax budur. 1-4 cavab B-dir. Sonra gəldik bura 13. Şirvanşahlar Cəlalilər dövləti və dövlətləri və Şəki hakimliyinə aid ümumi cəhət. Şirvanşahlar, Cəlalilər, Şəki. Hamısının ümumi cəhəti nədir? Hamısının ümumi cəhəti odur ki, Teymurilər ilə mübarizə aparmaları. Şirvanşahlarla, Cəlalilər də, Şəki də hamısı Teymurlərlə mübarizə aparıb. Sonra 14. Uyğunluğu müəyyən edin. Tiflis Müsəlman Əmirliyinin ləğv olunması. Teymurilərin Azərbaycan torpaqlarındakı hakimiyyətinə son qoyulması, Qaraqoyunlu dövlətinin tənəzzülünün sürətlənməsi. Bunların hər biri bir döyüşdür, bir hadisədir və biz də onları tapmalıyıq. Deməli, birin qabağında hansı hadisə olmalıdır? Didqori döyüşü. Vəssalam, elə cavab budur. Çünki başqa birin qabağında Didqori yoxdur. Elə cavabımız burada dedi. Teymurilərin Azərbaycan torpaqlarında hakimiyyətinə Sərdurud döyüşü nəticəsində son qoyulub. Qaraqoyunlu dövlətinin tənəzzülünün sürətlənməsi də Muş döyüşünün nəticəsindədir. Bəli. Cavab burada D-dir 14-də. Sonra baxırıq 15-ə. Uyğunluğu müəyyən edin. Ağqoyunlu hökmdarları Yaqub, Rüstəm, Göyəy Əhməd. Bir sıra islahatlar keçirdi, 20-yə qədər vergini ləğv etdi. 1A. 1A-dırsa yenə də A olmayanları buradan çıxıram. A olmayanları çıxdım. Düzdür? Aha. Əpər sülh sazişinin imzalanmasında iştirak etdi. Heç biri. Əlvəndinə Murad da Əpərdə. Deməli, B-ni mən harada gördümsə çıxıram. Deməli, nəysə biz düz baxmadıq. 3A olmalıdır. Yox. Biz düz çıxdaş eləmədik. Çox üzr istəyirəm. 3A olmalıdır. 1A yox. Ona görə həmişə yoxlayın. 3A olmalıdır. Onda elə cavab bir dənə cavab deyildi də burada. Başqa bir cavabımız uyğun gəlmir. Gəlin yoxlayaq. 1Y olmalıdır. Yəni Sultan Yaqub Y olmalıdır. Şeyx Heydərlə mübarizədə Fərrux Yasara kömək etdi. Bəli, düzdür. Sonra 2-də C olmalıdır. Rüstəm bəli, çoxlu soyurqal payladı. Naxçıvan döyüşündə məğlub oldu. 3-dəki AD bir sıra islahatlar keçirdi, 20-yə qədər vergini ləğv elədi. Qısa müddətdə 1497-ci ilə qədər hakimiyyətdə oldu. Bəli, tamamilə doğru. Cavab D-dir burada. D-dir. Sonra gəldik digərinə. 14. Monqollar Gəncə, Bərdə, Beyləqan, Şabran şəhərlərini tutub qarət etdilər. 1239-cu ildə Monqollar Dərbənd qalasını da tutdular. Bu nəyə aiddir? İkinci yürüşə aiddir və bunun nəticəsində Azərbaycan işğalı tamamilə başa çatdı. Nəticəsi B-dir. 17. Şirvanşahlar dövlətinin tarixində 14-cü əsrin 80-ci illərinə aiddir. 14-cü əsrin 80-ci illəri. Yəni 1380-ci illər. 1-ci İbrahimin Şirvan şahı elan olunması, bəli, bu düzdür. Bu düzdür. Bu olmayanları çıxıram. Düzdür. Heç 2-yə baxmağa ehtiyac olmadı. 3-ə baxacam. Huşəngin üsyan nəticəsində öldürülməsi. Bəli. Cavab elə burada D-dir. D-dir. Cavab D-dir. Sonra keçdik 18-ə. Bir dəqiqə burada.
Keçdik 18-ə. Nə deyir 18-də? 11-ci əsrin 60-cı illəri Böyük Səlcuq dövlətinin və 12-ci əsrin 90-cı illərində Eldənizlər dövlətinin tarixinə aid ümumi cəhətlər. Yəni 1060-cı illər Böyük Səlcuq dövləti, 1290-cı illər və 1190-cı illər Eldənizlər dövlətinin tarixinə aid ümumi cəhətlər. Nə deyir? Azərbaycanın dövlətin tərkibinə daxil olması. Daxil olması deyir, yəni bu ola bilər. Çünki 60-cı illərdə Azərbaycan Səlcuqun tərkibində idi, 90-cı illərdə də Eldənizin tərkibində idi, Atabəylərin tərkibində. Yəni daxil olması, demir ilk dəfə daxil olması. Yəni biz bu biri götürə bilərik əslində. Bir olmayanları buradan çıxıram. Dövlətin paytaxtının dəyişdirilməsi. 60-cı illərdə Səlcuqların paytaxtı dəyişməyib, amma 90-cı illərdə də Eldənizlərin paytaxtı dəyişilməyib. Bu da yəni səhvdir. Ümumi cəhət soruşur. Ona görə burada 2-ni də çıxıram. Dövlətin türk mənşəli sülalə tərəfindən idarə olunması. Bəli, 3 də var. Cavabı nə oldu burada? B. Aydındır. Cavab elə B olur. Burada 4 də düzdür də. Hakimiyyətə yeni hökmdar Səlcuqlarda Alparslan gəlir. Eldənizlərdə isə e, adı nədir? Əbu Bəkir gəlir. Ona görə də cavab nədir burada? 1, 3, 4. B bəndi. Sonra gəldik 19-a. 19. Nə deyir 19-da? Əmir Çoban Cəlalilərə aiddirmi? Bəli. Əmir Çoban Cəlalilərə aiddir. Yox. Əmir Çoban Cəlalilərə aid deyil. Bir səhvdir. Bir olanları çıxıram. Bir olanları çıxıram. Fəzlullah Rəşdəddin. Fəzlullah Rəşdəddin. Hülakülər dövlətinin vəziri olub. Bəli. Hülakülər dövlətinin vəziri olub. Düzdür. Onda bunu da çıxıram. Nizamül Mülk Atabəylərə aiddirmi? Xeyr. Onda bunu da çıxıram. Cavab nə qaldı burada? Cavab qaldı 4 ilə 5. D bəndi. D bəndi düzdür. Aydındır. Baxın 4-də Qızıl Arslan Eldənizlərə aiddir. Fəzlur Rəşdəddin Hülakülərə aiddir. Yəni bax çıxdaş eləyə bu belə testləri rahat tapmaq olur. Sadəcə çıxdaş eləyəndə də siz test çox işləyəndə istər-istəməz beyin yorulur. Beyin yorulanda mexaniki səhvlər eləmək şansınız çoxdur. Ona görə çıxdaş eləyib aldığınız cavabı da həmişə yoxlayın. Həmişə yoxlayın. Və şərti bir də baxın, şərti bir də diqqətlə oxuyun. Ola bilər orada sizdən soruşur ki, aid deyil, uyğun deyil. Amma siz orada uyğun axtarırsınız. Çünki niyə? İnsan çox tez işləyəndə istər-istəməz onun beyni yorulur və səhv məlumatları götürmək olur. Yəni səhv eləmək çox asan olur. Elə testdə səhv eləyənlərin əksəriyyəti məhz bu cür səhv eləyənlərdir. Yəni heç də bilməyib səhv eləməkdən çox suallar elə səhvlərdən olmur ki. Çox suallar beyin yorulduğu nəticəsində və testlərə düzgün yanaşmama nəticəsində səhvlər olur. Deməli, 1066-cı ildə Səlcuq dövlət tərəfindən tabe edilmiş Azərbaycan dövlətinin paytaxtı bu Şamaxıdır. 4 cavab D-dir. Sonra gəldik 21-ə. 21-ə. Xeyli müddət saray müxalifətinə və iri feodal qruplarına qarşı mübarizə aparmalı oldu. 1190-cı ildə Həmədan döyüşündə İraq Səlcuq Sultanı 3-cü Toğrulu məğlub etdi və oğlu ilə birlikdə əsir aldı. Mətndə adı çəkilən hökmdarın Məhəmməd Olcaytu ilə oxşar cəhətlər, yəni Qızıl Arslanın Olcaytu ilə oxşarlığı. Eyni bir dövlət xeyir, eyni bir dövlət deyil. Bunları dərhal çıxırıq. Qardaşından sonra hakimiyyətə gəlmişdir. Qardaşından sonra hakimiyyətə gəlib xeyir. Deməli, qardaşından sonra hakimiyyətə gəlməyib. Yox, bir dəqiqə. Məhəmməd Olcaytu. Məhəmməd Olcaytu, bəli, əslində qalsa, bəli. Məhəmməd Olcaytu qardaşından sonra hakimiyyətə gəlib də. Qazan xan onun qardaşı idi. Qardaşı idi. Ölümlərindən sonra feodallar arasında qarışdırmalar olmuşdur. Bəli, bu da düzdür. Əslində qalsa elə düzdür. Çünki Olcaytu qardaşı Qazan xan idi. Ondan sonra hakimiyyətə gəlib, düzdür. Eyni zamanda da Qızıl Arslan da qardaşı Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə gəlib də. Cavab onda nə olur burada? Cavab orada olub C bəndi. C. 4, deməli 3 dənədir. Eyni əsrdə, xeyr, 12-ci əsrdə bu hakimiyyətdə olub. 14-cü əsrdə Məhəmməd Olcaytu hakimiyyətdə olub. Cavab C-dir burada. 21 C-dir. 22. Deməli, Təbriz şəhərinin Cəlalilər dövlətinin paytaxtı olduğu dövrə uyğun gəlir. Təbriz şəhərinin Cəlalilər dövlətinin paytaxtı olduğu dövr. Yəni 1359-dan
Təxminən belə götürə bilərik də, elə bu 100% ki, belə götürüblər 1359-dan 1410-cu ilə qədər. Amma əslində qalsa aradakı dövrdə e, Teymurilərin tərkibində oldu Təbriz. Aradakı dövrdə 1400, deyək ki, 1400-cü ildən 1406-cı ilə qədər götürək. Həmin dövrlərdə Təbriz paytaxt olmuyor. Mən bilirəm ki, burada onu da götürüblər. Çünki intuisiyaya görə mən bilirəm ki, bunu hazırlayan müəllif onu da götürüb. Qızıl Ordu hökmdarı Canı bəyin Təbrizə gəlməsi. Bu səhvdir. Şeyx Həsənin Bağdadda hakimiyyətə ələ keçirməsi. Xeyr, bu 1340-dadır. Azərbaycan tarixinin Çobanilər dövrü. Bu da deyil. Hülakülər dövlətinin varlığının sona çatması. Bu da deyil. Şirvanın Cəlalilərə tabe edilməsi. Şirvan Cəlalilərə tabe edilib 1367-də cavab elə budur. Yebəndi. Sonra gəldi 23-ə. Eyni əsrdə baş vermişdir. Eyni əsrdə. Şirvanşah 1-ci Fəribürzün Səlcuq sultanının ali hakimiyyətini qəbul etməsi. Şirvanşah 1-ci Fəribürz Səlcuq sultanının ali hakimiyyətini nə vaxt qəbul edib? 1066-da. Düzdür? Gürcü hökmdarı 4-cü Davidin Şirvana hücum etməsi nə vaxtdır? 4-cü David 1124-də hücum edib. Slavyanların Şamaxını ələ keçirib qarət etməsi 1032-də. Monqolların Şamaxını ələ keçirib əhalini məhv etməsi 1221-də. Əslində qalsa cavabı tapmışıq. 1 dənə 3-dür. Amma o birlərə də baxaq. Cəlalilərin Şirvan ərazisini zəbt etməsi, bu isə 1367-dədir. Cavab nədir burada? 1 ilə 3-dür. 1-3. Sonra gəldik 24-ə. Gəldik 24-ə. Sacilər dövlətindən fərqli olaraq Salarilər dövləti, Salarilər və Sacilər hər ikisi Azərbaycanın cənubunda yaranıb. Səhvdir. 10-cu əsrdə yaranıb, bu da oxşar cəhət. Yox, bu fərqli cəhətdir. Bəli, Salarilər dövləti 10-cu əsrdə yaranıb. 10-cu əsrdə yaranıb, 941-də, Sacilər isə 898-də yaranıb. Yəni, bu fərqli cəhətdən biri budur. Azərbaycan torpaqlarını birləşdirib, bu hər ikisinə aiddir. Paytaxtı yalnız Ərdəbil şəhəri olub. Bəli, bu Salarilərə aiddir. Çünki Sacilərdə Marağada paytaxt olub. Azərbaycanın cənubunda yaranması bu dedik hər ikisinə aiddir. Deməli 2 ilə 4, 24-də. Düzgün cavab budur. Sonra gəldik 25-ə. 25. Nə deyir burada? Xəritədə ulduzla verilmiş şəhərin erkən orta əsrlər tarixinə aid xüsusiyyətlərini müəyyən edin. Ulduz Dərbənddir. Dərbənd şəhəridir ulduz. Baxaq. 869-cu ildə orada hakim özünü müstəqil elan etmişdir. Bəli, 1. 1 düzdür. 8-ci əsrin ortalarından müstəqil idarə olunurdu. Səhvdir. Səhvdir. Ərəb əsilli hakimlər sülaləsinin hakimiyyəti altında olub. Düz. Deməli, 1-3-dür cavab. Öz müstəqilliyini 11-ci əsrin sonuna qədər qoruyub saxlamışdı. 1075 belə baxanda 988-də düşürlər birinci dəfə Şirvanın tərkibinə, ikinci dəfə 1075-də. 1075 əslində 11-ci əsrin sonu götürmək olar, amma bunlar götürməyiblər 1075-i. Hardasa doğrudan da 1075-i bəzi testlərdə görürsən 11-ci əsrin ortaları götürürlər. Bəzilərində isə sonları da götürə bilirlər. O baxır testin quruluşuna. Bax, burada məsələn 2 cavab olduğuna görə mən 1 ilə 3-ü götürdüyümə görə daha o birisilərə baxmıram. Əslinə qalsa. Bilirəm ki, 1 ilə 3-ü götürüb müəllif. Yəni, bu cür yanaşmaq lazımdır testlərə. 26. Hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Şeyx Cüneydin iştirakı ilə Samur çayı sahilindəki döyüş. Bu neçənci ildə olub? 1460-cı ildə olub. Düzdür, 1460. Şeyx Heydərin iştirakı ilə Şah dağın ətəyindəki döyüş 1488. Şeyx Səfiyyəddinin Səfəviyyə Sufi təriqətin əsasını qoyması 13-cü əsrin sonları. 13-cü əsr yazaq bura. Sultanəlinin iştirakı ilə Şəməsi döyüşü 1494. Deməli, xronoloji ardıcıllıq olaraq getsək, necə olacaq? 3, deməli, 3, 1, 2, 4. 3, 1, 2, 4. 26-da belə oldu. Sonra gəldik 27-yə. Paytaxtı Gəncə olan müstəqil dövlətin əsasının qoyulması. Paytaxtı Gəncə olan. Səlcuq dövləti ilə müqavilə bağlayaraq ona tabe olması, Dəbilin ələ keçirilməsi və müstəqil əmirlik yaradılması. Paytaxtı Gəncə olan müstəqil dövlətin əsasının qoyulması bunu eləyən birinci ləşkəridir. A. Sonra Əbüləsvar Şavur Səlcuq dövləti ilə müqavilə bağlayaraq ona tabe olması.
Səlcuq dövləti ilə müqavilə üzr istəyirəm. Səlcuq dövləti bağlayaraq ona tabe olması, bəli, elə bu düzdür. Əblasvar Şavura aiddir 1054-də. Sonra Dəbilin ələ keçirilməsi və müstəqil əmirlik yaradılması. Bu Məhəmməd ibn Şəddada aiddir. Məhəmməd ibn Şəddada aiddir. Cavab elə budur. Cavab budur. Deməli 1A, 2B, 3Y. 1A, 2B, 3Y. Bir də baxaq. Burada birdən səhv olar. Deməli, hə, düzdür, düzdür. Bu düzdür. 1A, 2B, 3Y düzdür. Sonra keçək indi situasiya mətnlərinə baxaq. Situasiya mətnlərində nədən danışır? Gəlin baxaq ona bir dəqiqə. Aha. Deyir, Tatarlar Həmədandan qurtarıb 1221-ci ildə Azərbaycana tərəf hərəkət etdilər və Ərdəbilə gəldilər. Ərdəbili alıb orada böyük qırğın etdilər və şəhərin çox hissəsini dağıtdılar. Sonra oradan çıxıb Təbrizə tərəf yönəldilər. Təbrizin əsl hakimi oranı buraxıb getmişdi, çünki o fəaliyyətsiz bir əmir idi. Azərbaycan və Arran onun ixtiyarında idi. Mənbədə bəhs edilən yürüş zamanı Azərbaycanda Təbrizin hakiminin adını yazın. Bu kim idi? Bu Şəmsəddin Tuğrai idi. Şəmsəddin Tuğrai. Sonra 29, ha burada qaldı 29. Bir dəqiqə. 29. Atabəy Özbək Xarəmşah Məhəmmədin mənbədə Özbəklə Xarəmşah Məhəmmədin mənbədə bəhs edilən yürüşlə bağlı davranışlarındakı oxşar cəhət. Hər ikisi öz ölkəsini qoyub qaçmışdı. Aydındır. Hər ikisi öz ölkəsini, öz şəhərini qoyub qaçmışdı. Öz ölkəsini qoyub qaçmışdı. Ölkəsini deməyək, yəni şəhərin qoyub qaçmışdı. Və yaxud da belə deyə bilərik ki, Monqollarla döyüşə girməkdən qorxmuşdular. Yadınızdadırsa, Əlaəddin Məhəmməd, Xarəmşah hökmdarı. O da eşidəndə ki, Monqollar gəlir, şəhəri qoyub, yəni Xarəmşahların paytaxtını qoyub qaçmışdı. Eyni şeyi Özbəklər də eləyir. Özbək də eləyir, üzr istəyirəm. Atabəy Özbək də eləyir. Yəni, hər ikisinin oxşar cəhəti odur ki, Monqollarla döyüşə girməmişdilər. Bax, bu ola bilər haradasa. Sonra gəldik bura. 30-cu sualda nə deyir? Deyir ki, mənbədə bəhs edilən bu yürüş zamanı Monqolların Təbrizi ala bilməmələrinin səbəbləri. Təbrizin qala divarları möhkəm idi. Aydındır. Təbrizin qala divarları zadı möhkəm idi demək olar. Və yaxud demək olar ki, Monqollar xərac almaqla kifayətləndilər. Yəni, bu iki cavabı belə deyək də götürmək olar hardasa. Bu iki cavabı götürmək olar. Yəni, Təbrizin qala divarlarının möhkəm olması və şəhər əhalisinin xərac verməklə canını qurtarması. Yəni, bax, bu ikisi ola bilər. Bu ikisi. Bunu götürmək olar. Və salam, hörmətli izləyicilər. Və bugünlük bu qədər. Aşağıda komment yerində bu videoyla bağlı fikirlərinizi oxumağa şad olarıq. Əlavə olaraq onu qeyd edək ki, növbəti bu həftənin 4-cü günü yeni test də paylaşılacaq. Ola bilər indi 4-cü gün işlərin çoxluğuna görə paylaşa bilməsək, 5-ci gün paylaşacağıq. Yəni bir sözlə hər həftə ən azı 2-3 test paylaşılacaq və hamısının da izahı veriləcək. Ona görə bu fürsəti qaçırtmayın. Komment hissəsində neçə düzünüz qaldı və hansı sualla bağlı sizin də sualınız var, onları yazın və sonda onu da bildirmək istəyirəm ki, əgər DİM imtahanından uğur qazanmaq istəyirsinizsə, bax bu kitabları əldə edə bilərsiniz. Həm DİM, həm MİQ imtahanlarında uğur üçün çox yaxşı vəsaitlərdir. Özüm yazmışam deyə demirəm, tək özdə mənim orada, tək mən də yazmamışam. O kollektiv, necə deyərlər, müəlliflər onu yazıb və orada mən deyərdim ki, DİM imtahanının və MİQ imtahanının hər ikisinin proqramı tam əhatə edən kitab sayıla bilər bu. Hər birinizə uğurlar arzulayıram. Sağ olun, növbəti görüşlərə qədər.